Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Qəzvində İraq Kürdistanının milli marşı səsləndirildi. Amerika İrana görə daha 7 şirkətə sanksiyalar tətbiq etdi. Tehranın nüvə problemi hərbi münaqişəyə çevrilə bilər. İsraildəki yanğınlara görə 18 nəfər saxlanıldı. İranın Suriyadakı uğursuz imperial ambisiyaları. İndi isə daha ətraflı. İraqın Ərbil əyalətinin valisi Ümid Xoşnav Qəzvin əyalətinə səfər edib. Xoşnavın Qəzvin əyalətinin valisi Məhəmməd Nozəri ilə görüşündən əvvəl keçirilən rəsmi qarşılama mərasimində İraqın milli himni əvəzinə Kürdistan Muxtariyyatının milli marşı səsləndirilib. Bu, İranın bəzi media orqanları və sosial media platformalarında narazılıqla qarşılanıb. Onlar bunu İraqın suverenliyini sual altına aparmaq kimi dəyərləndirib, rəsmi Bağdadın İrana etiraz etməsinə səbəb olacağını yazıblar. Qeyd edək ki, bundan əvvəl Ümid Xoşnavın Qərbi Azərbaycan əyalətinə səfəri zamanı da oxşar hadisə baş vermişdi. İraq bayrağı yerinə İraq Kürdistanının bayrağı qaldırılmışdı. Urmudakı Uriyad Mol Ticarət Mərkəzində Traktor və Şəms Azər komandaları arasında keçirilən futbol qarşılaşmasının canlı yayımı qəfildən ləğv edilib. Bu oyunu canlı izləyə bilmək üçün ticarət mərkəzinə 15 minə qədər azərkeşin gələcəyi gözlənilirdi. Xatırladaq ki, Qoşaçar Şəhər Şurası da bu qarşılaşma üçün şəhər televiziyasının yayım lisenziyasını ləğv edib. Ölkənin digər bölgələrində keçirilən idman yarışlarının ictimai yayımı adətən maneəsiz aparılsa da, son günlər Azərbaycan şəhərində traktorun oyunlarına qarşı bu yanaşma azərkeşlərdə bəzi suallar doğurub. Tehran Universitetinin bir qrup tələbəsi C proqramlaşdırma dili təlim kitabını Azərbaycan türkçəsinə tərcümə etməyə müvəffəq olub. C yazılım deyil adlı bu kitab hal-hazırda İranda türklərin ana dilində ilk proqramlaşdırma kitabı hesab olunur. Qeyd edək ki, Tehran Universitetinin illərdir ki, təkdillik diskursunu və pan-fars hərəkatlarının hökmranlığını möhkəmləndirən mərkəzlərdən biri kimi tanınır. Belə bir mühitdə çoxsaylı təzyiqlərə, senzuraya, marjinallaşmaya baxmayaraq bu universitetin türk tələbələri lingvistik ayrı seçkiliyin sərhədlərini aşaraq bu elmi işin möhkəm əzmi ilə cəmiyyətə təqdim edə biliblər. Layihənin tərcüməçilərindən biri deyib: "Biz bu işlə sübut etdik ki, dil kimliyimizə məhəl qoyulmayan bir mühitdə böyüsək belə, ana dilimiz elm və texnologiyanın dili ola bilər." Bu kitabın nəşri təkcə Azərbaycan türkçəsində elmi təhsil yolunda mühüm addım deyil, həm də qeyri-bərabər akademik strukturdakı türk tələbələrin mədəni müqavimətinin və kimlik axtarışının simvoludur. Kitab türk dilinin təhsil və bilik istehsalının ən yüksək pillələrində iştirak etməyə layiq canlı elmi bir dil olduğuna dair açıq bir mesajdır. Amerika administrasiyası İranın neft və neft-kimya məhsullarının ticarətində iştirak etdiyinə görə İran, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə yerləşən 7 quruma sanksiya tətbiq edib. Bu barədə Amerika Dövlət katibi Marco Rubio bildirərək deyib. Dövlət Departamenti İranın neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan 7 quruma qarşı sanksiyalar tətbiq edir. Sənəddə həmçinin 2 gəminin də sanksiyalara məruz qaldığı qeyd edilir. Məhdudiyyətlər Birləşmiş Ərəb Əmirliklərində yerləşən 5 şirkətə, İranın Keyna, Sanjesh Azma şirkəti və Türkiyənin Kimpas təşkilatına təsir edib. İran Husilərə verdiyi dəstəyin əvəzini ödəyəcək. Bunu Amerikanın Müdafiə naziri Pete Hegseth özünün X hesabında yazıb. Pete Hegseth yazıb: "İrana mesaj. Husilərə ölümcül dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. Siz Amerika ordusunun imkanlarının nədən ibarət olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Bunun əvəzini müəyyən etdiyimiz vaxt və yerdə ödəyəcəksiniz." Amerika Müdafiə nazirinin sərt xəbərdarlığı Amerika və İran arasında danışıqların 4-cü raundundan cəmi 3 gün əvvələ təsadüf edir. Qeyd edək ki, Donald Trumpın yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff mayın 3-də İtaliyanın paytaxtı Romada Abbas Əraqçı ilə danışıqlar 4-cü raundunu keçirməlidir.
İranın nüvə proqramı durmadan irəliləyir və ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün vaxt azalır. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi US News-a müsahibəsində bildirib. Rafael Grossi bildirib, bu səviyyədə zənginləşmə narahatlıq doğurur. Bu bir reallıqdır və hazırda baş verir. Sentrifuqalar hələ də işləyir. Zənginləşdirilmiş uran ehtiyatlar artar və bununla belə siyasi və diplomatik fəaliyyətsizlik davam edir. Grossi vaxtının çox məhdud olduğunu və razılıq əldə olunmazsa bəzi ölkələrin birtərəfli hərbi əməliyyatlara əl ata biləcəyini bildirərək xəbərdarlıq edib. İranın xarici siyasəti və strateji ambisiyaları ilə bağlı son dərəcə maraqlı faktlar ortaya çıxıb. Dəməşqdəki İran səfirliyindən ələ keçirilmiş sənədlər Tehranın Suriyanı öz təsir dairəsinə salmaq üçün geniş və sistemli planlar qurduğunu, lakin bu planların sonda uğursuzluğa düçar olduğunu göstərir. Yerusəlim Post xəbər verir ki, 2022-ci ilin may ayında İran ekspertləri tərəfindən tərtib edilmiş 33 səhifəlik hesabat İranın Suriyanın bərpası və onun üzərində uzunmüddətli siyasi, iqtisadi və mədəni nəzarət qurmaq niyyətini açıq şəkildə ortaya qoyur. Tehran 400 milyard dollarlıq sərmayə qoyaraq Suriyanı yenidən qurmağı və bunun vasitəsilə ölkəni İran asıllığına salmağı planlaşdırırmış. Sənəddə iqtisadi layihələr, təhsil mübadiləsi, dini təbliğat və siyasi təsirin artırılması kimi müxtəlif vasitələrlə bu məqsədə çatmaq yolları göstərilib. Sonunda İranın Suriyadakı əsas müttəfiqi olan Əsədin süqutu ilə İran qüvvələri ölkədən çıxmağa məcbur oldu. İran səfirliyi yerli əhali tərəfindən talan edildi. Tərk edilmiş səfirlikdə tapılan sənədlərdə təxminən 40 layihə İranın ümumi investisiyasının sadəcə bir hissəsini təşkil edirdi. Təkcə bu sənədlə Reuters müəyyən edib ki, Suriyanın müharibənin sonuna doğru İran şirkətlərinə olan borcları ən azı 178 milyon dollar təşkil edib. İranın keçmiş qanunvericiləri açıq şəkildə Əsəd hökumətinin İrana ümumi borcunu 30 milyard dollardan çox qiymətləndiriblər. Bu hadisə həmçinin göstərir ki, imperiya ambisiyaları ilə aparılan xarici müdaxilələr nə qədər güclü dəstəklənsə belə, yerli şərait və beynəlxalq təzyiqlər qarşısında sarsıla bilər. İranın Suriyadakı nüfuzunu qorumaq cəhdi nəticə vermədi və bu, onun regiondakı strategiyasına ciddi zərər vurdu. Lübnan rəsmiləri Həmasdan İsrailin Metula və Kiryat Şimona yaşayış məntəqələrinə son atılan raket hücumlarında əli olan şəxslərin təhvil verməsini tələb edir. Lübnanlı yüksək səviyyəli mənbə bildirib ki, bu tələb Ali Müdafiə Şurasının cümə gününə planlaşdırılan və Prezident Joseph Aoun'un sədrliyi ilə keçiriləcək ilk iclasının gündəliyinə daxil olacaq. Lübnan ordusunun kəşfiyyat idarəsi raket hücumlarında iştirak edən saxlanılan şübhəlilərlə sorğu-suallar əsasında axtarışda olan Həmasın üzvlərinin siyahısını tərtib edib. Mənbə şübhəlilərin Fələstin qaçqın düşərgələrində, xüsusən də Həmasın ekstremist qruplaşmalarının nəzarətində olan məhəllələrdə sığınmış ola biləcəyini bildirib. Xüsusən də Həmasın ekstremist qruplaşmalarının nəzarətində olan məhəllələrdə sığınmış ola biləcəyini bildirib. Mənbə iddia edib ki, Fələstin silahları İsrailin hücumlarına qarşı müdafiə məqsədini itirib və hazırda əsasən daxili münaqişə və yaxınlıqdakı icmaları təhlükə altına almaq üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü ilin dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox Suriyalının öz evlərinə qayıtdığını bildirib. BMT Qaçqınlar üzrə Ali Komissarlığı sosial media platformasında Suriyalıların evlərinə qayıtmağı ilə bağlı paylaşımda bildirilib. 1,4 milyondan çox Suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdıb. Yazıda Suriyalılar üçün ümidin olduğu, lakin onların həyatını yenidən qurmasının asan olmadığı vurğulanıb. Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və sosial rifah da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu vurğulanaraq, ailələrin həyatlarına yenidən başlamasına kömək etmək üçün səylərlə dəstək çağırışı edilib.
İsraildə son günlər ərzində bir neçə bölgədə baş verən iri miqyaslı meşə yanğınları ilə bağlı istintaq başladılıb və 18 nəfər şübhəli şəxs kimi saxlanılıb. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu rəsmi açıqlama verib. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, ilkin araşdırmalar yanğınların təbii səbəblərdən yox, qəsdən törədildiyi ehtimalını gücləndirir. Hazırda hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətləri hadisələrin arxasında təşkilatlı və koordinasiyalı fəaliyyətin olub-olmadığını araşdırır. Qeyd edək ki, hazırda İsrailin müxtəlif bölgələrində, xüsusilə də Yerusəlim, Hayfa və Qaliley ətrafında yayılan yanğınlar nəticəsində minlərlə hektar meşə sahəsi külə dönüb. Onlarla ev, ictimai bina və kənd təsərrüfatı sahələri zərər görüb. Yüzlərlə insan təxliyə olunub. Netanyahu bəyan edib ki, meşə yanğınlarının arxasında mümkün təxribat aktlarının olması dövlətin daxili təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. O, məsul şəxslərin ən sərt şəkildə cəzalandırılacağını vurğulayıb. Druzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində Jaramana və Sahnada 2 gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Bildirilir ki, atəşkəs qərarını Əs-Süveydə əyalətinin qubernatoru Mustafa Əl-Bakur ölkənin hakimiyyət orqanlarının nümayəndə heyətlərinin Druz icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında keçirilən görüşdən sonra açıqlayıb. Bildirilib ki, Suriya Təhlükəsizlik Qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub. Qeyd edək ki, aprelin 30-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Dəməşqin cənub-qərb ətrafında asayişi bərpa etmək üçün əməliyyatda iştirak edən Suriyanın təhlükəsizlik qüvvələrinə zərbələr endirib. Daha sonra İsrail Druzlara qarşı əməliyyatların dayandırılmasını tələb edib, onları qoruyacağını açıqlayıb. İngiltərə və Fransa Fələstinin bu ilin iyununda tanınması ilə bağlı danışıqlar aparır. Danışıqları Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy Lordlar Palatasında çıxışı zamanı təsdiqləyib. Britaniyanın Xarici İşlər Naziri David Lammy qeyd edib ki, iki dövlətin yaxın şərq münaqişəsinin həll yollarının axtarışı ilə bağlı çağırdığı iyun konfransında Fələstinin tanınması məsələsini qaldıracaqlar. O bildirib, Britaniyanın Fələstin dövlətini tanımasına heç kimin veto hüququ yoxdur. Biz həmişə demişik ki, tanınma özlüyündə son deyil və biz iki dövlətin yaranmasına aparan prosesin bir hissəsi kimi tanınmağa üstünlük verərdik. Roma Papası Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna prezidenti Volodymyr Zelenskiyə Amerika lideri Donald Trump'ın onunla görüşə hazır olduğuna dair siqnallar çatdırılıb. Mənbələrin bildirdiyinə görə əvvəlcədən konkret razılaşma olmayıb, ancaq Vatikan ərazisinə daxil olduqdan sonra liderlər təsadüfən qarşılaşıblar və müqəddəs Pyotr bazilikasına təkbətək görüş üçün bir yer tapıblar. Görüş zamanı Zelenski Trumpa bildirib ki, Putin yalnız o halda geri çəkilə bilər ki, Amerika prezidenti ona daha güclü təzyiq göstərsin. Trump isə cavabında bəlkə də Putinə yanaşma tərzini dəyişdirməli olacağını deyib. Görüşdə Volodymyr Zelenski bir daha bəyan edib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır. Trump isə açıq şəkildə bildirib ki, ondan belə bir tanınma tələb edilmir. Planda Amerikanın hansısa tanınma aktı nəzərdə tutulur, lakin bu Ukraynanı əhatə etmir. Zelenski vurğulayıb ki, müharibənin dayandırılması naminə müəyyən güzəştlərə getməkdən çəkinmir, lakin bunun üçün kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır. Rəsmi Kiyev hesab edir ki, dünya üzrə kritik xam malın təxminən 5% Ukraynadadır. Bura təqribən 19 milyon ton təsdiqlənmiş qrafit ehtiyatı daxildir ki, bu da Ukraynanın ölkəni mineral tədarükü üzrə aparıcı 5 ölkədən birinə çevirdiyini bildirir. Bildirək ki, qrafit elektrik avtomobilləri üçün akkumulyatorların hazırlanmasında istifadə olunur. Ukrayna həmçinin Avropanın 7% titan ehtiyatına malikdir.
Titan təyyarələrdən tutmuş elektrik stansiyalarına qədər hər şeyin tikintisində istifadə olunan yüngül metaldır. Ukraynada həm də bütün Avropa batareyalarının əsas komponenti olan litium yataqlarının 1/3 yerləşir. Ukraynada tapılan digər elementlərə həm nüvə silahları, həm də reaktorlar üçün vacib olan berium və uran daxildir. Bundan əlavə, Ukraynada nadir torpaq metallarının əhəmiyyətli yataqları var. Bunlar silah, külək turbinləri, elektronika və müasir dünyada həyati əhəmiyyət kəsb edən digər məhsulların istehsalında istifadə olunan 17 elementdən ibarət qrupdur. Bununla belə, faydalı qazıntı yataqlarının bəziləri Rusiyanın nəzarətində olan ərazidə yerləşir. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.